Mən məsələn hələ də Papağa çıxmaq şərtində. Bəzən papağı belə üzərində düşünürəm ki, Bakı günəşli bir yerdir. Və bu dimdik hissə bizdə niyə inkişaf eləməyib? Yuxarı papaqlar var, misal üçün. Onun istiliyi saxlamaq kimi funksiyası var, amma bəlkə də o dimdik hissə onu qəbul etmək istəmirdi yaşamaq. Amma yəni bu dimdik hissə bu zaten ehtiyacdan irəli Okey, amma bunu bəlkə də maraqlı əslində, çox maraqlı sual. Niyə sanmamısın buxarda qabağa çıxan bir şey? Olmasın emini buxara. Mən demirəm niyə. Yox, amma yəni bu papaq sənin başında varsa, amma yəni papaq zaten nə üçündür? Papağın yaranma səbəbi, yəni bir çox geyimlər olur. Günəşdən, soyuqdan qorunmaq üçün. Hə, sonradan bunu bu papaq belə olsun, filan olsun, peşmə. Yəni amma çünki yaylıq bağlı, yəni ki, səhrada işlədiyin səhra nə idi? Əkində işlədiyin zaman yaylıq da bağlayırsan da, yəni dörd tərəfindən belə vurmalayıb, yaylıq da bağlayırsan. Mən hələ bağlamışdım. Mən onu, məndə vitiligo var, ləkə bilirsən də, yəni. Hə. Bu zaten bir dəfə mən papağım işdə qalmışdı, harada qalmışdı, onu danışım. Papağım işdə qalmışdı, amma indi məndə vitiligo var deyə şeydir də, yəni günəşdən qorunmaq lazımdır. Bilmədim mən nə edeyim, nə şey edeyim. Həmin dedim dəsmal versən, dörd tərəfdən biri bağladım, taxdım başıma, düşdüm aşağı, marşrut evə, işə. Burada Bakıda? Bakıda burada. Mamaya qonşunun uşağı yaxınlaşıb ki, "Anas, bu qarın neçə yaşı var?" O dedi, niyə də? Deyir, "Amma başında dəsmal bağlayıb, dörd tərəfindən düyünləyib, minir marşrutda işə gedir." Amma mən ona başa salamıyorum, yəni o uzun yol düşürəm aşağı düşmək üçün, yəni marşrutda binmək üçün. Bir məsafə var, o məsafəni günəşdən qorunmalıyam. Hal-hazırda başqa bir heç nə yoxdur. Mən dəsmalla, ehtiyatlı dəsmalla. Yəni bu mən hər dəsmaldan istifadə edirəm. Yəni əkində olmasam belə. Amma yəni gərəyinə uyğun istifadə edirsən də. Məqsəd də buranı qorunmaqdır. Yəni mən bunu taxıram bura qorunmaq, amma dimdik, amma yenə də mən belə gedirəm də, yəni beləncə. Hətta gözünü bir şəkildə, yəni qamaşmasını bir şəkildə idarə edirsən. Amma çox mən həqiqətən indi bir dənə danışdım mən möhtəşəm. Yəni o bizdə yoxdur. Niyə buxarada misal üçün şey yoxdur? Yəni xanımlarda olsun, məsələn, belə çox belə geniş, çaplı belə papaqları var, xüsusən yayda istirahətin dəniz kənarı filan istifadə edirlər. Nə üçün doğru? Günəşdən qorunmaq üçün. Bütün üzünün, yəni nəinki gözlərinin, bütün üz, hətta yəni sinəsinə qədər bəlkə də, yəni ki, o qədər genişliyidir ki, Ukraynski qrupu. Bura mənlik.